bir nüansdır. Həm bu məsələ, həm də digər bir neçə gün öncə artırılan sosial müavinətlərlə bağlı studiyamızda müzakirə açırıq. Qonağımız isə millət vəkili Vüqar Bayramovdur. Vüqar müəllim, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Hər vaxtınız xeyir. Vüqar müəllim, müavinətlərin artımı nə qədər insana şamil edilir? Ümumiyyətlə, bu artım hansı yenilikləri gətirib çıxarar? Əvvəla sosial paketin dərinləşməsi müşahidə olunur. Nəzərə alsaq ki, 2025-ci ildə Cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 5-ci sosial paket icra olunur. Sosial müavinətlər və təqaüdlərin artırılmamışdan öncə minimum əmək haqqı, minimum pensiya və də bir sıra sektorlarda əmək haqqı artırmaları həyata keçirildi. Və praktik olaraq sosial paket yanvar ayından etibarən icra olunmağa başlanıb, amma təbii ki, ötən müddətdə biz mərhələli şəkildə artırmanın həyata keçirilməsini müşahidə etmişik və qeyd etdiyiniz kimi məhz sonuncu artım sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlıdır. Bütövlükdə sosial paket 3 milyon vətəndaşımızı əhatə edəcək və bu istiqamətdə 1,4 milyard manat əlavə vəsait yönəldiləcək. Eyni zamanda 2025-ci ilin dövlət büdcəsindən sosial istiqaməti yönəldilən vəsaitin həcmi 16,9 milyard manat nəzərdə tutulub və bu büdcə xərclərinin 41% deməkdir. Yəni bütövlükdə 2025-ci ildə sosial istiqamət əsas prioritetdir. Çünki dövlət büdcəsinə ayrılan hər 100 manatdan 41 manatı sosial istiqamət üçün nəzərdə tutulur. Və təbii ki, sosial paketin tətbiqinə və genişləndirməsinə imkan yaradıb. Sonuncu artımlar 1,1 milyon vətəndaşımızı əhatə edəcək. Yəni 1 milyon artıb vətəndaşımız sosial müavinətlər və təqaüdlərin artımından faydalana biləcəklər. Burada təbii ki, artıq mətbuata təqdim olunduğu kimi çox fərqli istiqamətli artımlar var. Həm təbii ki, əlillik dərəcəsi olan vətəndaşlarımızın valideyni itirməyə görə olan müavinət, uşağın doğulmasına görə, eyni zamanda çox uşaqlı ailələrdə uşaqlara verilən aylıq müavinətin artırılması, çox fərqli təqaüdlərin artırılması həyata keçirildi ki, və praktik olaraq bu sosial müavinət və təqaüd alan vətəndaşlarımızın əhəmiyyətli hissəsini əhatə edir və biz təbii ki, müavinətlərin növündən asılı olaraq, verəcək təqaüdün növündən asılı olaraq fərqli artımları müşahidə etdik və xüsusən də sosial qayğıya daha çox ehtiyacı olan vətəndaşlarımızda artımlar daha yüksəkdir, daha yüksək faizini ifadə olunur. Çünki həmin vətəndaşlarımızın sosial təminatın yaxşılaşdırılması daha prioritetdir və bu istiqamətdə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Təbii ki, sosial müavinətlər və təqaüdlərin artırılması bir daha təsdiq edir ki, 2025-ci ildə sosial təminat tədbirləri əsas sosial siyasətin, ümumiyyətlə iqtisadi siyasətin əsas hədəfləridir və biz praktik olaraq həm geridə qalan aylarda sosial paketin dərinləşməsini müşahidə etdik və sözsüz sosial paket 2025-ci ilə əhatə edir və bu istiqamətdə bütövlükdə büdcədə nəzərdə tutulan vəsait çərçivəsində, beləcə də fiskal imkanlarımız çərçivəsində mütəmadi olaraq biz sosial təminat tədbirlərinin güclənməsini də müşahidə edəcəyik. Vüqar müəllim, ümumiyyətlə bu müavinətlərin son artımı bəs bu istehlak mallarına, qiymətlərə necə təsir eləyəcək? Adətən bəzən görürsünüz ki, belə olanda süni qiymət artımından rastlaşırıq. Ümumiyyətlə bunun olmaması üçün nə edilməlidir sizcə? Təbii, çox vacib məqamlardan biridir. Yəni bir tərəfdən nəzərə alsaq ki, 1,4 milyard manat əlavə vəsait ayrılacaq. Bu istehlaka yönəldilən vəsaitdir. Sosial istiqamətdə 17 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur və təbii ki, bunlar praktik olaraq istehlakı dəstəkləyən və təşviq edən vəsaitlərdir. O baxımdan çox vacib məqamlardan biri sosial müavinətlərin və təqaüdlərin artırılması və bütövlükdə sosial paketin dərinləşməsi fonunda süni qiymət artımlarına qarşı mübarizənin daha da aktuallaşması. Çünki Azərbaycanda biz inflyasiyanın strukturuna diqqət yetirsək, inflyasiya daha çox idxal inflyasiyası hesabına baş verir. Amma sözsüz əmək haqqı beləcə də sosial müavinətlər artan zaman bəzi sahibkarlar tərəfindən süni şəkildə qiymətlərin artırılması da müşahidə olunur. O baxımdan uyğun dövlət qurumu tərəfindən bir mənalı şəkildə həm istehlak bazarının monitorinq edilməsi, həm qiymət artımları qarşı mübarizənin gücləndirilməsi və xüsusən də süni şəkildə qiymət artımlarının qarşısının alınması olduqca vacib. Çünki artıq mövsümdür, mövsüm aylarıdır. Biz adətən əvvəlki illərdə də mövsüm aylarında xüsusən də ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasını müşahidə edirik. Ona görə çox vacibdir ki, bu mövsümdə də optimal, daha aşağı qiymətlərlə məhsulların təklif edilməsi mümkün olsun. Bu həm sözsüz nəzərə alsaq ki, Azərbaycan qanunvericiliyi və mövcud qaydalar süni şəkildə qiymət artımlarının qarşısının alınmasına imkan yaradır. Bununla bağlı təbii ki, uyğun dövlət qurumuna
xüsusi səlahiyyətlər verilib. Bu kontekstdə biz həm sosial paket icra olunmağa başlanan zaman, eyni zamanda son olaraq sosial müavinətlər və təqaüdlər artırılan zaman qiymət artımlarına qarşı və xüsusən süni qiymət artımlarına qarşı mübarizənin aktuallaşması, daha da gücləndirilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik və düşünürəm ki, bu istiqamətdə işlərin daha da sistemləşdirilməsi vacibdir və birmənalı şəkildə artımlar süni şəkildə artırılan qiymət artımları tərəfindən yeyilməməlidir və ya nominallaşdırılmamalıdır. Çünki əgər təqaüd və eyni zamanda sosial müavinət artırsa, amma qiymət də artırsa, nəticədə ailənin xərci artır. Ona görə də qiymətlərin optimal saxlanması və süni qiymət artımlarına qarşı mübarizə vacibdir ki, müavinət və sosial müavinət və təqaüdlərdəki artımlar real olaraq vətəndaşa təbii ki, onun büdcəsində artımları təsir göstərir, amma onun xərcinin artmasına gətirib çıxarması. Qaynar xəttimizə bir sual da daxil tamaşaçı bildirir ki, 23 il iş stajı olsa da yaşa görə 220 manat müavinət alır. Tamaşaçı maraqlanır ki, onun aldığı 220 manatın artırılması gözlənilirmi? Yəni, bildiyiniz kimi pensiya ilə bağlı, əmək pensiyası hüququ qazanmaq üçün vətəndaşımızın ya 25 il iş stajı olmalıdır və ya minimum pensiya kapitalı olmalıdır. Hansı ki, hal-hazırda 42 min manatdır. Amma eyni zamanda əgər həmin 23 il iş stajı olan vətəndaşımızın işlədiyi müddətdə 2018-ci ilin iyulun 1-nə qədər sadəcə 1 manat sosial yığımı varsa, o halda həmin vətəndaşımız əmək pensiyası almaq hüququna malikdir. Yəni, bildiyiniz kimi, Azərbaycanda pensiya amnistiyası tətbiq olunur və pensiya amnistiyası tətbiq olunduğu üçün həmin vətəndaşımızın, hətta baxmayaraq ki, 25 il iş stajı yoxdur və ya pensiya kapitalı tələb olunan səviyyədə deyil, amma 2018-ci ilin iyulun 1-nə dək 1 manat ödəniş edibsə, həmin vətəndaşımız yaşa görə müavinət deyil. Bunun 1 manatı da yoxdur, yəqin ki, belə başa düşürük. Yəni, və ya təbii ki, vətəndaşımız müraciət edə bilər, biz onun araşdırması ilə bağlı sorğu göndərib o istiqamətdə dəstək ola bilərik. Amma əgər 1 manat varsa... Əgər 1 manat varsa, təbii ki, avtomatik olaraq həmin vətəndaşımızın... Pensiya amnistiyasına düşür. Bəli, pensiya amnistiyası düşür və əmək pensiyası alır və artıq onun üçün iş stajının və ya yığımın heç bir əhəmiyyəti olmur. Hətta 1 il işləyibsə, 1 manat ödəniş edibsə 2018-ci ilin iyulun 1-nə qədər avtomatik vətəndaşımız əmək pensiyası almaq hüququ qazanır. Onda onun dediyi məbləğ artırmır? Yaşa görə müavinətin təbii ki, ümumiyyətlə yaşa görə müavinətin artırması ilə bağlı biz təkliflərimizi təqdim etmişik. Yəni, nəzərə alsaq ki, sosial müavinətin əhəmiyyətli hissəsi artıb, ümumiyyətlə sosial paket dərinləşir və təbii ki, bu istiqamətdə hər hansı bir yeni addımlar atılan zaman yenə təbii ki, biz bir tərəfdən izahatlar veriləcək, amma biz həmin artımların həyata keçirilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Vüqar müəllim, elə gəlin sənədsiz evlərdən də danışaq. Bir qədər əvvəl də bununla bağlı süjet getdi. Azərbaycanda uzun illərdir bu problem var. Sənədsiz evlərin ümumiyyətlə invertarlaşdırılması, bəli, bu prosesin aparılması həm də bununla bağlı layihə gündəmdə idi. Bu məsələ nə yerdədir? İstəyərdik bu barədə biraz danışasınız. Bildiyiniz kimi, Milli Məclisdə artıq Milli Məclis Komitə iclasında İqtisadi Siyasət Sənəd Sahibkarı Komitəsində daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olundu və gözlənilir ki, artıq plenar iclasda da müzakirə olunacaq və Milli Məclis tərəfindən təsdiq olunacaq. Bu əslində yenilikdir, çünki bir neçə gün öncə artıq qanun Milli Məclisə təqdim olunub və müzakirələr artıq indi başlayır. Və qanunun mahiyyəti ondan ibarətdir ki, bəzi hallarda vətəndaş müraciət edirdi. Məsələn, daşınmaz əmlak olaraq torpağın qeydiyyata alınması ilə bağlı. Bildiyiniz kimi, torpağın qeydiyyata alınması, yəni o çıxarışın verilməsi çox önəmlidir. Qupçanın verilməsi önəmlidir. Çünki ilkin olaraq torpağa çıxarış alınmalıdır ki, həm də onun üzərində olan daşınmaz əmlakı da çıxarış almaq mümkün olsun. Bəzi hallarda məlumatlarda uyğunsuzluq olurdu. Məsələn, vətəndaş təqdim edirdi ki, onun aldığı torpaq sahəsi inşaat üçün icazə veriləndi. Yəni, kənd sərvəsi üçün yararlı torpaq deyil. İnşaat üçün yararlıdır, belə deyil. Yəni, tikintinin aparılmasına icazə verilir. Amma dövlət qurumunda həmin torpağın statusu ilə bağlı, təyinatı ilə bağlı fərqli bir məlumat olurdu. Bu halda dövlət qurumu tərəfindən imtina verilirdi. Amma artıq yeni dəyişiklərə əsasən, əgər məlumatlarda uyğunsuzluq varsa, o halda dövlət qurumu 15 iş gün ərzində digər mənbələrə, o cümlədən təbii ki, elektron bazada müraciət edəcək
və əgər uyğunsuzluq tapılırsa, məsələn, vətəndaşımızın, çünki sizin süjetdə də qeyd olundu, bu tip hallarda vətəndaş məhkəməyə müraciət etmək məcburiyyətində qalırdı. Təbii ki, məhkəməyə müraciət etmək zamandır, vəsait tələb edir, müəyyən proseduraları keçirsən. Amma bu halda artıq dövlət qurumunun özü uyğunsuzluğu müəyyənləşdirəcək. Yəni, digər mənbələrdən aldığı, təbii ki, dövlət mənbələrinin aldığı məlumat əsasında müəyyənləşdirəcək ki, uyğunsuzluq var. Əgər vətəndaşın müraciət etdiyi kimi, müraciətin qeyd olunduğu kimi torpaq sahəsində inşaatın aparılmasını icazə verirsə, o halda həmin torpağa çıxarışın verilməsi təmin olunacaq. Yəni, bu əslində prosedurların xeyli dərəcə sadələşdirilməsi anlamına gəlir. Amma sözsüz biz kompleks baxsaq, bildiyiniz kimi Azərbaycanda təxminən yarım milyon sənədsiz ev var və bu təxminən 500 min ətrafında fərqli rəqəmlər var. 450 min, 550 min, 500 min, təxminən yarım milyon ətrafında sənədsiz evlər var. O evlərin 400 mindən çoxu Bakı və Bakı ətrafındadır. Biz məsələn bununla bildiyiniz kimi Cənab Prezident tərəfindən də bununla bağlı göstəriş var və artıq bir neçə ildir ki, bununla bağlı sənədin hazırlanması ilə bağlı işlər gedir. Burada təbii ki, bizim də uyğun qurumda, Əmlak Məsələləri Dövlət Komitəsində də görüşümüz olub, buna bağlı müzakirələrimiz təşkil olunub, aparılıb. Ümumiyyətlə, burada bir sıra məqamlar var ki, əslində bunlar çox önəmlidir. Onlardan biri təxminən 70 min mənzil və fərdi mənzil, yaşayış evi, onlar təhlükəli hesab edilən ərazilərdədir. Yəni, söhbət nədən gedir? Söhbət həmin, neft, onların bir neft buruqlarına yaxındır, bir qismi yüksək gərginlik elektrik xətlərinin altından gedirən bəziləri nəqliyyat. Yəni, onlar ümumiyyətlə verir. O, artıq bəziləri, çünki bəzilərinin artıq biz müşahidə edirik, Bakının, yəni ki, bizim vətəndaşlarımız da tamaşaçılar müşahidə, Bakının bir sıra hissələrində yüksək gərginlikli elektrik xətləri yeraltı elektrik xətlərinə çevrilir. Əslində, bəzi o təhlükəli deyək, hesab olunan ərazilərdə olan fərdi evlər artıq təhlükəli deyil. Yəni, bəziləri və ya Türkiyə nəqliyyat sistemləri dəyişir, onlar təhlükəli. Amma təbii ki, bu evlərə yanaşma fərqlidir, çünki bu evlərə burada risk və təhlükəsizlik məsələləri var. Amma bütövlükdə bu istiqaməti işlərin sürətlənməsi müşahidə olunur, gedir və Nazirlər Kabineti hesabatı zamanında mütəmadi bu məsələ müzakirə olunur. Bu məsələ hökumətin diqqətini, çünki sənədsiz evlərin qeydiyyata alınması onun inventar dəyəri müəyyənləşdirməsinə imkan yaradır. Çıxarışla təmin olması həm də həmin evlərdən bir tərəfdən büdcəyə daxil olmaları təsir göstərəcək. Vergilərin yığılması və büdcə gəlini artır. Digər tərəfdən həmin ən vacib məqamlardan da biri təbii ki, həmin o fərdi ev sahiblərinin mülkiyyət hüququnun tanınmasıdır. Biz əslində bu istiqamətdə təbii ki, rəsmi sənədin hazırlanması həyata keçirilir və fərqli təcrübələr, məsələn, Rusiyada amnistiya elan olundu, müəyyən ödənişlər əsasında təhlükəli ərazilərdə deyilsə, həmin evlərin amnistiya elan olunaraq qeydiyyat alınması və qupçanın təmin edilməsi həyata keçirdi. Və əminəm ki, düşünürük ki, həm müzakirə, həm təbii ki, Nazirlər Kabineti hesabatı zamanı təqdim olunan məlumatlar da təsdiq edir ki, bu istiqaməti işlər intensivləşir və biz daha yaxın zamanlarda sənədsiz və uzun müddət müzakirə etdiyimiz sənədsiz evlərin qeydiyyata alınmasını müşahidə edə bilərik. Vüqar müəllim, qaynar xəttimizə bir dənə sual gəlib, onu sizə təqdim etmək istəyirik. Müharibə veteranlarının müavinətlərinin artırılması gözlənirmi? Ümumiyyətlə, bildiyiniz kimi, biz müharibədə iştirak edən və əlilliyi olan vətəndaşlarımızın ödənişləri artırıldı. Onlara ödənilən müavinətlər də artırıldı. Ümumiyyətlə, əlilliyi olan vətəndaşlarımızda artımlar oldu. Eyni zamanda milli qəhrəmanlarımız, vətən müharibəsi qəhrəmanları, şəhid ailələri bu istiqamətdə dövlət tərəfindən mütəmadi dəstək həyata keçirilir və müharibə veteranlarının müavinətin artırılması məsələsində müzakirə olan məsələlərdə buna bağlı təkliflərdə təqdim olunmuşdur. Təbii ki, burada bir tərəfdə onların həmin vətəndaşlarımız əmək bazarına daha çox inteqrasiyası, yəni işlə təmin olunması məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətindədir və əslində son açıqlamada da qeyd olundu ki, müharibə iştirakçılarının əmək bazarında işlə təmin olunması, çünki həmin vətəndaşlarımız əmək qabiliyyətli vətəndaşlarımızdır və onların məşğulluğun təmin edilməsi, istiqaməti işlərin genişləndirilməsi həyata keçirilən. Ümumiyyətlə, istənilən müavinətin artırılması ilə bağlı müzakirələr mütəmadi aparılır, bu istiqamətdə təkliflər təqdim olunur və əvvəlki müavinətdə olduğu kimi bildiniz ki, müavinətlərin əhəmiyyətli hissəsi artırılıb. Yəni, xeyli sayda
biz Cənab Prezident tərəfindən imzalanmış fərmana diqqət yetirsək, xeyli sayda müavinətin artırılması ilə bağlı addımlar həyata keçirilib, bu istiqamətdə vəsaitin ayrılması reallaşdı. Digər qeyd olunan iki müavinətin artırılması ilə bağlı da bizim Milli Məclisdə müzakirələr zamanı təkliflərimiz təqdim olunmuşdu və təbii ki, bu istiqamətdə də ümumiyyətlə həm müharibə iştirakçılarının məşğulluğunun daha yaxından təmin edilməsi, həm yaşa görə müavinət alan vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması təbii ki, diqqət mərkəzində olan məsələlərdir. Aydındır. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirik. Studiyamıza gəlib bu iki mövzu ətrafında geniş fikir mübadiləsi apardıq. İndi isə bir başqa məsələlərdən danışacağıq.